İlk olaraq Şirvanşahlar dövləti. Yəni çox qısa və asan dərsi Şirvanşahlar dövlətini sabaha öyrənəcəksiniz. Şirvanşahlar dövlətinin biz bilirik ki, yaranması Ərəb dövləti zəiflədikdən sonra, Abbasilər xilafəti zəiflədikdən sonra Azərbaycanda kiçik dövlətlər yaranıb. Onların ilk yarananı Şirvanşahlar olmuşdu. 861-ci ildə Heysam ibn Xalid tərəfindən. Lakin bu dərsdə artıq biz həmin Şirvanşahlar dövlətinin biraz güclənmə dövrü, yəni nisbətən güclənmə dövrü. Çünki 11-ci əsrin ikinci yarısında, yəni 1066-da, yadınızda qalsın ki, 1066-cı ildə, 11-ci əsrin ikinci yarısında və yaxud da 60-cı illərində Şirvanşahlar dövləti Səlcuq türklərinin tabiçiliyinə keçir. Alparslan tərəfindən Şirvanşahlar dövləti tabe edilir. Yadımızda bu saxlayırıq. 1066-da. Həmin dövrdən bir müddət Şirvanşahların ərazisi Səlcuq dövlətinin asılılığında olur və Səlcuqlulara vergi verirlər, xərac verirlər. Lakin buradan da gördüyümüz kimi, bu dərsdən də gördüyümüz kimi Şirvanşahlar dövləti artıq Səlcuqlular zəifləyir və Şirvanşahlar dövlətinin güclənmə dövrünə qədəm qoyuruq. 11-ci əsrin elə sonlarından artıq Şirvanşah hökmdarları Səlcuqlara vergi verməkdən imtina edirlər. Yəni xərac göndərmək istəmirlər. Lakin sonradan 12-ci əsrə qədəm qoyduqda, yəni artıq tam dəqiq olaraq 12-ci əsrə keçdikdən sonra, yəni 1120-1160-cı illərdə hakimiyyətdə Şirvanşahlar dövlətində 3-cü Mənüçöhr olub. Şirvanşah 3-cü Mənüçöhr olub. Həmin 3-cü Mənüçöhr Səlcuq dövlətinin zəiflədiyindən istifadə edir. Yəni artıq belə bir qərar verir ki, niyə görə biz Şirvanşahlar bütün qızılımızı, gümüşümüzü, bütün yəni kəndlilərin əziyyətini qazanıb Səlcuqlara verməliyik. Yəni Səlcuq dövləti artıq zəifləyib. 3-cü Mənüçöhr 12-ci əsrin əvvəlində hakimiyyətə gəlmiş Mənüçöhr belə bir qərar verir ki, artıq Səlcuqlara vergi göndərməsin. Səlcuqlara illik göndərilən xəracı dayandırır. Bu da, yəni Səlcuq dövlətinə illik ödəməni, xəracı, bax burada da yazıb kitabımızda, dayandırır. 3-cü Mənüçöhr bir növ elə bir ki, Səlcuqların ittifaqından və yaxud da ki, onların asıllığından çıxmış olur. O deməkdir ki, artıq Səlcuq dövlətindən müstəqillik əldə edib 3-cü Mənüçöhr. Və o 3-cü Mənüçöhr Gürcülərlə, Gürcü hökmdarları ilə ittifaqa girir, Gürcü hökmdarları ilə dostluq etməyə başlayır. Gürcü hökmdarı da, Gürcü çarı da 4-cü David idi. O da 3-cü Mənüçöhrü belə deyək ki, dəstəkləyir, deyir ki, Səlcuqlara vergini göndərmə, xəracı dayandır, mən də səninlə bir yerdə ittifaqa girəcəm. Yəni, biz bir yerdə Səlcuqların öhdəsindən gələcək. Və beləliklə, hər ikisi, həm Şirvanşahlar, həm Gürcülər, biz bilirik ki, Gürcüstan da, yəni Tiflis müsəlman əmirliyi də Səlcuqların tabeliyində idi. Hətta ili də var idi dərsimizdə ki, 1054-cü ildə 1-ci Toğrul Tiflisi də ələ keçirmişdi. Bu 1-ci Toğruldan sonra Alparslan da, məsələn, Ani, Dəbil şəhərlərini ələ keçirtmişdi, Kaxetyanı ələ keçirtmişdi. Yəni, Gürcüstan da, Gürcüstan o vaxtı deyildi, amma Tiflis, Kaxetya, Ani, Dəbil bu şəhərlər, bu Tiflis müsəlman əmirliyi Səlcuqlara vergi ödəyən dövlətlərdən biri idi. İndi həm Şirvanşahlar, həm də Gürcülər sözlərin bir qoyurlar ki, Səlcuqlar onsuz da zəifləyir, gəl bunlara dair biz vergi ödəməyək. Və həqiqətən də 4-cü Davidlə 3-cü Mənüçöhr eyni vaxtda 12-ci əsrin əvvəlində xəracı dayandırırlar. Xəracı dayandırırlar. İlk olaraq 4-cü David 1122-ci ildə Tiflis müsəlman əmirliyini ələ keçirir. 1122-ci ildə. Çünki ondan bir il əvvəl bir döyüş olmuşdu, Didqori döyüşü. 1121-ci ildə. Didqori döyüşündə Səlcuqlar məğlub olmuşdular. Gürcülər qalib gəlmişdi. 1122-də də Tiflis müsəlman əmirliyi düşür Gürcülərin əlinə, 4-cü Davidin tabiçiliyinə. Beləliklə, uşaqlar, Tiflis müsəlman əmirliyi ləğv edilir. Yadınızda saxlayırsınız bunu 1122-ci ildə.
artıq belə deyək, müsəlmanların Gürcüstan ərazisindəki hakimiyyətləri sona çatır 1122-də, 12-ci əsrin əvvəlində. Sonra bundan qəzəblənən həm Şirvanşahlar vergini dayandırıb, həm Gürcülər belə bir işlər görür. Yəni bundan qəzəblənən Səlcuq hökmdarı Mahmud, İraq Səlcuq sultanı Mahmud 1123-cü ildə Şirvana yürüş edir. Şirvan ərazisinə yürüş edir. Lakin Şirvanşahın, Gürcü çarının və Qıpçaqların birləşmiş qüvvələrinə qalib gələ bilmir. Yəni məğlub olur və geri çəkilir. Bundan sonra, yəni artıq Şirvanşahlar biraz döyüşmüşdü, yəni müharibə getmişdi biri 1123-də. Baxmayaraq ki, Gürcülərlə burada Şirvanşahlar müttəfiq idi, amma bir il sonra Gürcülər bundan istifadə edirlər ki, Şirvanşahlar zəifləyib. İndi Gürcülər Şirvana hücum edirlər 1124-də. 4-cü David Şirvana yürüş edir. Şirvana hücum edir. O, deməli 4-cü David 1124-də Şirvana yürüş edir. Şamaxını, Şabranı və böyük bir əraziləri, belə deyək, Buğurt qalasını da ələ keçirir. Həmin vaxtda 3-cü Mənüçöhr yalnız deyir 1125-ci ildə, yəni 4-cü Davidin ölümündən sonra müstəqillik əldə edə bilər. Yəni həqiqətən də Gürcülərin burada, yəni Şirvan üzərindəki bu basqınları dağıdıcı olur. 3-cü Mənüçöhr artıq Gürcülərin ittifaqına güvən olmadığını da başa düşür. Sonra 4-cü Davidin ölümü olur 1125-də və Şirvan tam müstəqilliyini bərpa edir. Sonradan hakimiyyətə 1-ci Demetre gəlir Gürcüstanda. O da Şirvana iddialar etmir. Yəni Şirvan torpaqlarını işğal etmək istəmir. 4-cü David kimi deyildi. O Şirvan torpaqlarına göz dikməmişdi və 3-cü Mənüçöhr beləliklə tam azad və rahat şəkildə müstəqil siyasət yeridir. Həm Səlcuqlardan canını qurtarmış olur, həm də Gürcülərdən canını qurtarıb və dövləti müstəqil idarə etmiş olur. Sonra, yəni bu müstəqillik 3-cü Mənüçöhrün ölümünə qədər belə davam edir. Lakin 3-cü Mənüçöhrün ölümündən sonra onun xanımı Tamar, o Gürcü əsilli qızı idi. Tamar öz oğlunu hakimiyyətə gətirmək istəyir. Lakin 3-cü Mənüçöhrün türk xanımından olan oğlu isə deyir ki, Axistan, hakimiyyətə mən gəlməliyəm. Beləliklə 3-cü Mənüçöhrün iki oğlu arasında hakimiyyət uğrunda müharibə gedir. Və bu müharibədə türk əsilli 1-ci Axistan qalib gəlir. 1-ci Axistan 1160-cı ildə, dərslikdə də gördüyünüz kimi hakimiyyətə gəlir 1196-ya qədər. Bunu hakimiyyətə kim gətirir? 1-ci Axistana kim kömək edir? 1-ci Axistana Şəmsəddin Eldəniz, Atabəy hökmdarı Şəmsəddin Eldəniz, onu gələn dərs keçəcək. Hakimiyyət Axistanın, 1-ci Axistanın Şirvanşah olmasına kömək edir. 1160-da artıq Gürcü xanım Tamar, nə də ki Gürcü əsilli oğlu, Mənüçöhrün oğlu, bunlar hər ikisi Şirvanı tərk etməyə məcbur olurlar, gedirlər Gürcüstana. Və Şirvanı idarə edir 1-ci Axistan 1160-dan 1196-cı illərə qədər, yəni 12-ci əsrin ikinci yarısından və sonuna qədər Şirvanı idarə edirlər. Sonra Şirvanşah, deməli 1-ci Axistan özü də çox belə deyək, gözəl siyasət yerinə yeridib Şirvanşahlar dövründə. O deyir, həm quruculuq işləri görüb, qalalar tikirib, müdafiə sədləri bərpa etdirir, hətta Dərbənd səddini təmir etdirir, keçidini möhkəmləndirir. O həm Atabəylərlə dostluq edir, Atabəy çünki Şəmsəddin Eldəniz bu hakimiyyətə gətirib, həm Səlcuqlarla dostluğu bərpa edir, o ki 3-cü Mənüçöhr vergini dayandırmışdı. Bu vergi vermir, amma dostluğu İraq Səlcuq sultanlığı ilə bərpa edir. Sonra Gürcüstanla da dostluq etməyə başlayır. Yəni Gürcü hökmdarı ilə də dostluq etməyə başlayır. Həmin dövrdə Gürcü hökmdarı Georgi idi. Deməli, Şirvanın 1-ci Axistanın dövründə Şirvanşahlar dövləti çox böyük inkişaf dövrünü keçirdib. Lakin Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda 1192-ci ildə çox güclü bir zəlzələ baş verib. Həmin zəlzələ nəticəsində Şamaxı şəhəri yerlə bir olub, yerlə yeksan olub və minlərlə insan həlak olmuşdu və Şamaxı şəhərinin artıq paytaxt kimi, yəni fəaliyyəti bitir.
1192-ci ildə paytaxtı 1-ci Axistan köçürdür Bakıya. Yadınızda qalsın. Paytaxt olur Bakı şəhəri. Yəni uşaqlar, dərsimiz bura qədərdir. Növbəti dərsimiz inşallah Atabəylər Eldənizlər dərsi olacaq.